Salam, diqqət mərkəzinə baxırsınız. Dünyada gərginliklər və qarşıdurmalar dövrü davam edir. Birləşmiş Ştatlar Ukraynanı az qala açıq şantaj vasitəsilə danışıqlara gətirir. Ukrayna artıq öz nadir metal ehtiyatları ilə bağlı Birləşmiş Ştatlarla müqaviləni imzalamağa hazırdır. Amma indi Trump deyir ki, Amerikadan hərbi dəstək almaq üçün Ukrayna Rusiya ilə sülhə də razı olmalıdır və faktiki olaraq hansısa ərazilərin itirilməsi ilə barışmalıdır. Avropa bu şəraitdə öz təhlükəsizliyi üzərində düşünməyə başlayıb və yeni təhlükəsizlik arxitekturasında Türkiyəni də görür. Amma Türkiyənin də öz şərtləri var. Bəşər Əsədin devrilməsindən sonra nisbətən sabitləşən Suriyada artıq yenidən ara qarışıb. Xarici qüvvələr Suriyanın federallaşmasına, faktiki isə parçalanmasına nail olmaq istəyirlər. Təbii ki, Türkiyə bunun əleyhinədir. Amma Suriyada Birləşmiş Ştatlar, İran və İsrailin öz maraqları var. Bu maraqların ziddiyyəti Suriyanın axırına çıxa bilər. Və digər bir tərəfdən Suriya ilə bağlı ən önəmli cəhətlərdən biri ondan ibarət ki, bizim strateji müttəfiqimiz olan Türkiyə Suriyada problemlərlə üzləşərsə, bu onun digər istiqamətlərdə fəaliyyətinə mane ola bilər. Və biz bugün proqramımızda bu mövzuları müzakirə edəcəyik və onların müzakirəsi üçün studiyamıza dəvət etdiyimiz qonaqları sizə təqdim edirəm. Millət vəkilləri Rasim Musabəyov, Azər Allahverənov, Zaur Şükürov və Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu. Rasim, son 3 ildən artıq bir müddətdə gündəmdən düşməyən bir mövzu Ukrayna. Donald Trump Ukraynalı nümayəndələri danışıqlara dartıb gətirə bildi. Bunun üçün inanılmaz bir təzyiq göstərdi, hərbi yardımı dayandırdı, kəşfiyyat mübadiləsini dayandırdı və Ukraynalılar danışıqlara gedir. Sizin fikrincə bu danışıqların nəticəsi necə olacaq? İndi Ukraynanı bu danışıqlara təkcə Trump yox, baxmayaraq ki, indi Britaniya, Fransa, qalan Avropa ölkələri elə bil ki, Zelenskiyə onun uğursuz görüşdən sonra dəstək verdilər. Ancaq ciddi təkid edirdilər ki, Amerika ilə münasibətləri bərpa et, Amerikasız Rusiya qarşı müqavimət göstərmək imkanın olmayacaq. Və bu özün doğrudan da biruzə verir. Biz görürük son cəbhə xəttində, yəni Ukrayna üçün heç də xoşa gəlməyən proseslər baş verir. Gedib indi ora nümayəndə heyəti göndərilib, ən yüksək səviyyədə, həm ABŞ tərəfindən, həm Ukrayna tərəfindən və Zelenski özü də Saudi Ərəbistandadır. İndi görüşlərdə bilavasitə iştirak etməsə belə, ancaq onun imkanı var daimi o görüşlər, orada aparılan danışıqlarla bağlı qərar verməyə. Tövsiyə olunub ki, Trumpa yox demək lazım deyil. Sən gərək onun təklifi ilə razılaşasan, ancaq nöqtə əvəzinə vergül qoyub hansısa əlavə ilə çıxış edəsən. İndi Fransanın və İngiltərənin də dəstəklədiyi bir əks tövsiyə var, plan var ki, bəli, atəşkəsə razılaşır Ukrayna, ancaq onu da ardıcıl şəkildə həyata keçirmək lazımdır və o ardıcıl gərək başlanmalıdır əvvəl havada və dənizdə bütün döyüş əməliyyatları dayandırılsın. Bu isə heç də Rusiyanın maraqlarına cavab vermir. Ona görə ki, havada da, dənizdə də Rusiyanın üstünlüyü mövcuddur və bu üstünlüyü əldən hələlik buraxmaq istəməyəcək. Ancaq plan Ukrayna tərəfindən ondan da ibarət ki, indi yox deyiləcəksə, qoyun bu yoxu Putin desin və belə olan halda necə ki, indi Ukraynanın o yox deməyinə görə üstünə yeriyirdi Trump administrasiyası, keçirsin o təzyiqi Rusiya. Nə dərəcədə bu mümkün olacaq bu planı gerçəkləşdirmək? Onu öncədən demək çətindir. Ancaq kommunikasiyada Zelenski özü də qalacaq. Ömür ki, Məhəmməd bin Salmanla görüşməlidir. O isə öz növbəsində ABŞ-ın dövlət katibi ilə. Və ola bilsin ki, hansısa bir dolayısı yolla onun bu proseslara da təsir etmək imkanları olsun. Azərbaycan, sizin fikriniz, Donald Trump Bazar günü səhv eləmirəmsə, Birləşmiş Ştatlar mediasına açıqlamaları oldu, ardıcıl və bildirdi ki, nadir metallarla bağlı müqaviləni imzalamaq azdır. Ukraynanın hərbi yardımı əldə etməsi üçün gərək atəşkəsə razılaşsın və sülhə meyilli olduğunu nümayişlətdirsin. Nə ehtiva edir? Bunun arxasında nə dayanır? Təhlükəsiz zəmanəti, başqa bir şey deyil. Yəni, siz bildiyiniz kimi Ukrayna tərəfin çox ciddi şəkildə
tələbi bilavasitə təhlükəsizliklə bağlıdır. Yəni bu zəmanəti hansı tərəf verir? Və Rasim müəllim çox düzgün qeyd elədi ki, bugün o kommunikasiya itirilməyibdir və mən deyərdim ki, sizə bəlkə də ola bilsin ki, Ukrayna prezidentinin hərdəsə bir növ bir müdriklüyü də burada özünü göstərdi ki, bütün təzyiqlərə baxmayaraq, indi siz bir qədər əvvəl dediniz ki, hərbi yardımın dayandırılması sahəsində bu kimi təzyiqlər, ya elə hərbi təzyiqlərdir deyə, əslində bu şantaj idi sözün əsl mənasında. Yəni Ukrayna hökumətinə qarşı, Ukrayna prezidentinə qarşı bir növ Amerika Birləşmiş Ştatlarının siyasi rəhbərliyinin bu tip təzyiq elementləri bilavasitə məcbur etmək xarakter daşıyırdı və ilkin mərhələdə əgər ola bilsin ki, Zelenski biraz emosiya qapıla bildi və hətta bu da açıq-aşkar həmin o məşhur görüşdə özünü göstərdi. Amma sonraki mərhələdə bu kommunikasiya itirilmədi və indiki gedən proseslər onu göstərir ki, bu kommunikasiya üzərində danışıqlar getməkdədir və bilavasitə tamamilə razıyam ki, tək nadir metalların birgə istismarı, yeri gəlmiş onu da deyimsə, burada birgə istismardan söhbət gedir. Tutaq ki, bir tərəfli qaydada ABŞ-ın istismarından söhbət getmir, ya istifadəsindən getmir. Birgə istismarı məsələsi bu bir. İkinci bir tərəfdən hərbi yardımların davam etdirilməsi, çünki o məşhur təyyarə ki var idi, o hansı ki o hərbi yardım gətirirdi, Polşa üzərindən geri dönməsi, bunlar hamısı bir şov xarakterli bir belə deyək, göstəriş idi. Və eyni zamanda Ukrayna üçün olan bir göstəriş idi. Nümayiş idi. Və nəticə etibarilə bütün bu hadisələrin fonunda Ukraynanın isə dilə gətirdiyi bir məsələ var. Əgər sülh, atəşkəs, yəni buna sülh də deməyək, bu atəşkəs baş verirsə, çox ciddi şəkildə Qərb, yəni Qərb dedikdə mən Avropa İttifaqını və eyni zamanda Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam, onlar təhlükəsizlik zəmanət verməlidir. Bugün o təhlükəsizlik zəmanətini Amerika Birləşmiş Ştatları müəyyən mənada dilə gətirir, tutaq ki, hansı bir təbii sərvətlərinin istismarı üzərindən. Amma misal üçün məşhur Böyük Britaniyadakı görüşdə, o sammitdə, misal üçün o məsələ çox açıq çəkisindən o vəd verilmədi Ukrayna tərəfinə və Ukrayna tərəfinə bir mənalı şəkildə bildirildi ki, bugün Avropa İttifaqının özünün müdafiə sisteminin işlək vəziyyətdə saxlanılması çox böyük sual altındadır və bu səbəbdən də Türkiyə məsələsi gündəmə gəlir. Bu səbəbdən də Fransanın Le Monde qəzeti Türkiyə ilə bağlı ayrıca bir yazı verir və digər məsələlər ona qədər, yəni o mərhələyə qədər gedəcək bir dövrdə Ukrayna öz varlığını qoruyub saxlamalıdır. Bunun bugün varlığını qoruyub saxlaya biləcək, yəni yeganə tərəf qismində Amerika Birləşmiş Ştatları göstərilir. Təbii ki, çətir də var, biz danışmışıq bu barədə, yəni Türkiyənin çətiri və digər məsələlər, amma real hərbi yardım məsələsində Amerika Birləşmiş Ştatları müəyyən məndə rol oynaya bilər, amma mütləqdir ki, təhlükəsizliyə zəmanət verildikdən sonra. Zarbən, siz necə hesab edirsiniz? Yəni, Birləşmiş Ştatlarda açıq səsləndirirlər ki, Zelenski Ukraynanın müəyyən ərazilərinin Rusiyada qalacağı ilə barışmalıdır və bununla razılaşmalıdır. Zelenski buna razılaşa bilərmi? Murat mənim xatırlayırsınızsa 2014-cü ildə münaqişə başlanandan sonra Almaniyanın kansleri artıq Krım itirilib, Merkel o vaxt belə bir bəyanat verdi ki, artıq Krım itirilib, Ukrayna hakimiyyəti daha çox şərq bölgələri barədə düşünməlidir. Yəni, bu onu deməyə əsas verir ki, müəyyən dönəmdə Avropa ölkələri, indi söhbət biz əgər Ukraynadan danışırıqsa, Ukrayna buna razılaşacaqmı? Bu ikinci məsələdir. Avropa ölkələri buna necə yanaşacaq? Ukraynanın ərazilərinə güzəştə getmək. Təbii ki, əsas məsələ Ukraynanın ərazilərinə güzəştə gedib getməyəcəkdir. Mən hesab edirəm ki, indiki məqamda artıq bir haşiyə çıxım, bir müddət öncə ABŞ prezidenti Donald Trumpa sual verdi jurnalistlər ki, Ukraynanın siz yardım dayandırılsa Ukraynaya, siz necə düşünürsünüz, Ukraynanın vəziyyəti necə olacaq? Cavabı oldu ki, onsuz da yardım dayandırılsa da, dayandırılmasa da Ukraynanın vəziyyəti bundan asılı olmayaraq ağırdır. Yəni artıq danışıqlarda Ukrayna ilə ABŞ arasında danışıqlarda məsələni bu şəkildə qoymağa, bu da təzyiq elementinin biridir. Və bayaq hörmətli həmkarların da qeyd etdiyi kimi, əvvəlki ilk danışıqlardan sonra ABŞ ilə Ukrayna arasında artıq məsələ müsbətə doğru. Yəni o baxımdan ki, artıq Zelenski müəyyən qədər razılaşmaya gedir. Yəni razılaşmanın tərkibində güzəşt olacaqmı? Mən hesab edirəm ki, olacaq. Artıq əgər sərt mövqe nümayiş etdirsə Zelenski və yox, mən torpaqları vermirəm, başqa hansı cür razılıq əldə etmək olar? Rusiya artıq əldə etdiyi torpaqlardan geri çəkilməyəcək.
Əgər Rusiya geri çəkilmirsə, Rusiya razılaşmaya getmirsə və bilirik ki, əsas danışıqlar hazırda ABŞ-la Rusiya arasında gedir. İndiki mərhələdə Səudiyyədə Ukrayna tərəfi də qoşulub və bayaq Rasim müəllim də qeyd etdi ki, Zelenskinin orada olmağı və məhz orada olmağı demək əsas verir ki, Azərbaycanın qeyd etdiyi kimi qərar qəbul etmə prosesinə təsir edə bilsin. Yəni kommunikasiya artıq dərhal baş versin. Yəni müsbət qərar qəbul etmə, istər həmin o nadir metallarla bağlı. Bu nə demək əsas verir ki, artıq Ukrayna güzəştə getməyə hazırdır. Nəinki həmin o sazişlə bağlı, nadir metallarla bağlı, o cümlədən də ərazi itkisi. Onun adı ola bilsin ki, danışıqlarda başqa cür səsləndiriləcək. Müəyyən müddətdə bu ərazilər status quo şəklində hansı formadasa qalır. Müəyyən müddətdən sonra Ukrayna gücləndikdən sonra bunu azad edə bilər. Bu gələcəyin işi də hələ düşünmək lazımdır bu barədə. Amma indiki mərhələdə mən hesab edirəm ki, Ukrayna razılaşmaya gedəcək. Dediyim kimi, istər nadir metallarla bağlı və sözsüz bu razılaşmaya hansı formadasa, onu hansı şəkildə müqaviləyə, sazişə daxil edəcək onun adı. Amma ərazi itkisi ilə bu və ya digər formada razılaşmaq məcburiyyətində qalacaq. Əks halda atəşkəsə riayət etmək mümkün olmayacaq. Rusiya da buna getməyəcək və atəşkəsə Rusiya tərəfdən əgər əməl olunmayacaqsa, artıq Amerikanın, ABŞ-ın Rusiya sanksiya nöqteyi-nəzərdən mövqeyə yanaşması necə olacaq, onu zaman göstərəcək. Xanım, Donald Trump'ın Vladimir Zelenski ilə tarixi görüşündə, Ağ Evdə keçirilən həmin o qalmaqallı görüşü nəzərdə tuturam. O görüşdən sonra bir belə deyim də, bir patriotik mi deyim, yoxsa bir dalğa var idi ki, Zelenski göstərdi, Ukrayna ayaq üstə dayanacaq, Ukrayna Birləşmiş Ştatlardan gələn təzyiqlərə davam gətirəcək. Amma indi sanki belə təsəvvür yaranır ki, o məşhur belə ifadə var, imzalayın, qəbul edin. Ukrayna sanki imzalayıb qəbul edəcək kimi görünür. Ukraynanın Birləşmiş Ştatlardan gələn təkliflərə yox demək kimi bir sərbəstliyi varmı? Yox deyə bilərmi Ukrayna Birləşmiş Ştatlara? Rahatçılığı varmı? Hə, belə bir rahatlığı varmı? Haqlısınız Murad bəy. Əslində bir neçə gün ajotaj oldu. Yəni kiçik bir dövlətin müqayisə etibarilə Amerikadan kiçik bir dövlətin prezidenti Davidlə Qalyafın davasını sözünü dedi. Reytingi həqiqətən bir neçə gün artdı. Bəlkə də indi də artıb. Məsəl üçün, əgər ona qədər reytingi 30-35 civarındaysa, Trump'ın dediyi kimi əlbəttə ki 4% də deyildi Zelenskinin reytingi. Sonra o ajotaj nəticəsi artdı. Amma zaman keçdikcə mən sizinlə razıyam. Artıq soyuq başla məsələlərə yanaşmalar başladı. Hətta Avropa liderləri Zelenskiyə məsləhət gördülər ki, bəlkə yenidən görüşəsən. Düzdür, bu görüşün baş verəcəyini zənn etmirəm. Mümkün də deyil. Hörmətli millət vəkilləri söylədilər. İndi Səudiyyə Ərəbistanı hələlik aşağı səviyyədə görüşlər təşkil edir. Dövlət katibi, xarici işlər naziri, təmaslar gedir. Özü çox maraqlıdır ki, Səudiyyə Ərəbistanında iki paralel proses gedir. Bir Amerika Rusiya ilə belə deyək, dialoq gedir. Bir də Amerika Ukrayna ilə. Yəni, ola bilsin ki, sonradan üçü də bir araya gəlsin. Amma Zelenski düzdür, Səudiyyə Ərəbistanı səfəri başlayıb. Səudiyyədə indi Rusiya yoxdur. Zaxarov deyib ki, biz olmayacaq. İndi yoxdur, amma daha sonra Rusiya yenidən... Əvvəl Rusiya ilə görüşdülər. Əvvəl Rusiya ilə görüşdülər. Yenidən Səudiyyə Ərəbistanı bir vasitə üçün bu görüşləri təşkil edə bilər. İstanbulda da görüş olmuşdu. Amma razıyam, o ajotaj itib indi. Yəni soyuq başla yanaşırlar. Avropa liderləri də, elə olsun Böyük Britaniyanın baş naziri Starmer, Fransanın prezidenti Macron, onlar da məsələn Trump'ın bu aşağılayıcı tonunu qəbul etməsələr belə, Zelenskiyə məsələyə görə ki, Amerikasız keçinmək mümkün olmayacaq. Baxmayaraq ki, Trump Avropa İttifaqında aşağılayır. Hətta açıqlaması var ki, yəni Amerikanın hesabına yaradıldı, biz təhlükəsiz yükünü biz daşıyırıq. Zaur bəy burada bir məsələyə toxundu, itki ilə bağlı. Mən də o fikirlə razıyam ki, yəni reallıq bundan ibarətdir ki, bəli, Krımın itkisi, yəni bunu Zelenski də qeyd etdi. Krımı hərbi yolla geri qaytarmaq mümkün olmayacaq. Şərqin itkisi ilə də əslində reallıqla məncə barışıblar Ukraynada. Hüquqi cəhətdən heç zaman qəbul etməyəcəklər. Nə Krımı, nə də Şərq bölgənin Rusiya ərazisi olar. Amma reallıq olaraq artıq qəbul edilər. Amma Amerika yenə də səhvlərə yol verir. Məsələn, bu günlərdə o xəbər ki, yayıldı. Amerikalı diplomatlar Zelenskiyə müxalif olan keçmiş prezident Paraşenko ilə görüşüblər, Timoşenko ilə. Onlar da seçkilərə hazırlaşırlar da, xanım. İndi məsələ burasındadır ki, sən elə fiqurlarla görüşürsən ki, onlar Zelenskini əvəz edəcək imkanda və gücdə deyirlər. Əgər Zaluzhny ilə Londonda görüşsələr, bunu hardasa anlayardım ki, real namizədlərdən biridir Zelenskinin yerinə. Əgər tutaq ki, Klitschko ilə görüşsələr, Kiyevin meri... Zaluzhninin
Radada ümumiyyətlə siyasi ortalıqda ambisiyası var, strukturu var. Rasim bəy, ambisiyası olmasa Özü də diplomatdır, rəsmi işdədir. Amma sorğular göstərir ki, əgər seçki keçirilsə, onunla başa-baş mübarizə apara bilər Zelenski. Axı indi onlar deyirlər biz seçkiyə görə yox. Radada demək olar ki, iki ən böyük fraksiya, biri Timoşenko'dur, biri də Mən bunu Paraşenko'dur. deyəndə əslində rəy sorğularına əsaslanaraq deyirəm. Əlbəttə mən sizinlə razıyam. Yəni hər ikisinin partiyası var, güclü partiyadır. Amma yəni o indi ki Zelenskini əvəz etmək istəyir Amerika Birləşmiş Ştatları. Zelenskinin haqlı arqumenti budur ki, bəli, may ayında səlahiyyət müddəti bitib. Müharibə gedir, müharibə vəziyyətində prezident seçkisi keçirmək olmaz. Bunu hətta Paraşenko, Timoşenko Amerikalı diplomatlara da deyiblər ki, bizdən gözləməyin ki, biz erkən prezident seçkilərinə razıyıq. O ki qaldı. Zaten burada üzr istəyirəm. Mən burada çox qısa bir sual verim. Buyurun, Sizə elə gəlmirmi ki, Birləşmiş Ştatlar Paraşenko və Timoşenko ilə ona görə görüşür ki, gələcəkdə Paraşenko ilə və Timoşenko ilə danışmağa Vladimir Putin də hazır olacaq. Zaluzhin ilə danışacaq, danışmayacaq bilmək olmaz. Amma Timoşenko ilə Paraşenko ilə danışacaq. Və ya neytrallaşdırma. Paraşenko ilə bir onsa Paraşenko Putin prezident. onlarla danışmayacaq, əslində onlar da heç onunla danışığa getməzlər. Mən də razıyam Rasim müəllimlə. Çünki Paraşenkonun dövründə artıq bu proseslər başlamışdı. Separatçılıq başlamışdı, döyüşlər gedirdi, Rusiya müdaxilə etməsə də. Onda da nə olsun ki, Minsk formatı yaradılmışdı. Paraşenko olsun, Timoşenko, Zaluzhin, Klitschko, heç kim, yəni Amerika istəyir deyə, Putin istəyir deyə güzəştə getməyəcək. Bu şəkildə, ya Ukraynanın ərazi itkisi hesabına güzəştə getməyəcək. Onlar da mübarizəni davam etdirəcək. Ona görə Amerikanlar ki, indi deyirlər, mən biraz anlamaq çətindir ki, Zelenski mütləq dəyişməli. Dəyişdin nə olacaq? Yerinə gələn sizin təslimçi sülhə razılaşacaqmı? Mən demirəm, yəni bu müharibə əbədi davam edəcək. Və Rasim müəllimlə razıyam. Son gələn xəbərlərə görə cəbhə bölgəsində ağır vəziyyət yaranır. Kurskda Ukrayna qoşunlarının mühasirəyə düşmə ehtimalı. Kurska nəyə görə hücum olmuşdu ki, gələcəkdə masada oturanda Ukraynanın əli güclü olsun. Əgər Putin tələb eləsə ki, şərq bölgələri mənimdir, onda Zelenski də deyə bilsin ki, mənim də sənin ərazinə hərbi qoşunlarıma gəl dəyiş-düyüş edək. Amma Putin də tələsir. Putinə Kursk əməliyyatını niyə həyata keçirmək istəyir? O da istəyir masada əli güclü olsun ki, sabah Trump onları masada əyləşməyə məcbur etsə, deyə bilsin ki, artıq Kursku da azad etmişəm, mənim güzəştə gedəcək elə bir alətim yoxdur. Rasmən, biz Ukraynanın üzərindən çox güclü bir təzyiq görürük. Həddən artıq güclü təzyiq göstərilir Birləşmiş Ştatlar tərəfindən. Rusiyaya belə bir təzyiq hiss edirsinizmi? Çünki Putin də və Rusiyanın da iştahı az deyil. O sadəcə olaraq tutduğu əraziləri istəmir. O deyir ki, biz konstitusiyon referendum keçirmişik, həmin referendumdan Ukraynanın bir hissəsi birləşdirilib Rusiyaya və Ukraynanın həmin ərazilərin bir hissəsi hazırda Ukrayna qoşunları nəzarətindədir. Onları da qaytarmalısınız. Yəni Trump deyə biləcəkmi Vladimir Vladimiroviçə ki, belə də yox da? İndi o da alver predmeti ola bilər də. Yəni Putin istəyir ki, indi Lugansk demək olar ki, tam şəkildə Rusiyanın nəzarətindədir. Donetsk vilayəti yox. Onun bir hissəsi elə Ukrayna nəzarətində saxlayır. Yəni tələb edə bilər ki, Donetski də tam şəkildə sən verməyin müqabilində belə analitiklər danışıq aparırlar ki, və Ukrayna üçün Zaporojye vacibdir. Ona görə ki, orada böyük bir nüvə elektrik stansiya var ki, bu gün Ukrayna üçün Avropada ən böyük nüvə elektrik stansiyadır, olduqca vacibdir ki, Zaporojye sənə tutalım keçirsə, Xersonu tam şəkildə mənə verir. Yəni, alver predmeti kimi ortalığa gələ bilər. İndi bir sual ortalığa çıxır ki, o sülh əldə oluna bilər, yoxsa yox. İnanmıram ki, orada davamlı sülh əldə olunsun. Yada salmaq istəyirəm ki, biz ermənilərlə azı bir 4-5 dəfə atəşkəslə bağlı razılaşmaya gəlirdi və hər dəfə pozulurdu. O 4-5 atəşkəsin pozulduğundan sonra tərəflər demək olar ki, gücsüz bir vəziyyətə gələndə onda o razılaşma əldən oldu. Hələm onda da müvəqqəti idi. Elə bil ki, o axı atəşkəs də müvəqqəti idi. Gərək onun dalıca sülh danışıqları başlanırdı. Onlar isə çəkdi 25 il. Burada da mən istisna etmirəm ki, buna bənzər bir vəziyyət yarana bilər. Sadəcə olaraq atəşkəs təmin olunduğu halda gözlənilir ki, indi Ukraynada, orduda olan insanlar 3 ildən çoxdur səngərlərdən çıxmırlar.
onların indi atəşkəs elan olunandan sonra bir çoxların gərək evlərinə buraxmaq lazım olacaq. Bəs onda cəbhə xəttin kim saxlayacaq? Bax, bu cür məsələlər ortalığa çıxır ki, yəni Rusiya isə hər zaman o atəşkəsi pozaraq yenə də hərbi təzyiqi Ukraynaya başlaya bilər. Bax, bu halda indi Fransadır, İngiltərədir, Türkiyədə də müraciət edirlər ki, burada elə bil ki, arxada Ukraynaya dəstək vermək üçün qoşunların yerləşdirilməsi. Buna da Rusiya tamamilə deyir, yox, bunu heç zaman qəbul etməyəcəm. Ayrı variantlarda işlənilir ki, tutalım, hava məkanında, yəni Avropa ölkələrin quru qoşunları olduqca zəifdir. Ancaq hərbi hava qüvvələri, sonra hava müdafiə sistemləri Rusiyadan xeyli güclüdür. Və təlimlər gedirlər ki, ola bilsin ki, Porçla, Rumıniya aerodromlarına yerləşərək, ancaq hər bir, yəni Rusiya tərəfindən hərbi təzyiq olduğu halda təlimlər keçirmək istəyirlər ki, bəli, Avropa ölkələri Ukraynanın hava məkanını bağlayacaqlar. Onu da istisna etmirəm ki, lap tutalım Rusiya Avropa qüvvələrin Ukraynada yerləşməyin əleyhinə olduğu halda razılaşma əldə oluna bilər ki, atəşkəs Rusiya tərəfindən pozulduğu halda bu ölkələr, yəni öncədən razılaşdırılmış sayda təlimlər keçirərək Ukrayna ərazisinə qoşunların yeridəcəklər ki, Rusiyanın hərbi əməliyyatlarının qarşısını almaq üçün. Yəni, bilavasitə yerləşdirməsələr də belə, ancaq belə bir razılaşma təbii Rusiyanın indi əl-qol açmağının qarşısını ala bilər. Yəni, hansısa bir modellər axtarılacaq. Tapılacaq yoxsa yox, o da indi deyirik ki, heç zaman ərazilərin itirilməsi ilə barışmamalıdır. Ola bilsin ki, təzyiq altında lap razılaşsın Ukrayna. Ancaq bu heç də o demək deyil ki, yəni təzyiq altında əldə olunan razılaşmanın sabah Ukrayna güclü olduğu halda durub desin ki, bunu mənə təzyiq altında tutalım, sırayıblar və mən bunu imtina edəm. Sadəcə olaraq ortalıqda ayrı bir məsələ var ki, həmin o əhali ki, elə bil ki, Rusiya ələ ki, onlar indi konkret Ukraynaya qarşı vuruşurlar Rus ordusunda. Oradakı əhali əslində Ukrayna hökumətin bugün qəbul etmir. Ora tamamilə bəli, dağıdılıb. Oranı indi lap sabah Ukrayna desələr ki, get oranı götür. Xeyli problemlər var ki, orada Ukrayna öz hakimiyyətini təmin etmək üçün. Ona görə bu proses, yəni ya barışıq prosesi olacaq, ya sonra Ukraynanın suverenliyinin bərpa olunması prosesi xeyli vaxt tutacaq. Ancaq tarixdə olub da gözümüzün qabağında Finlandiya var. Hansı ki, məcbur olmuşdu, heç ona dəstək də vermirdilər. Tək başına vuruşdu 1 il və Rusiya ilə, Sovetlərlə müqayisədə onda Sovetlər demək olar ki, 1-ə 100 çox itki vermişdilər, ancaq məcbur etdilər. Sonra demək ki, 10% öz ərazisindən güzəşt gedərək ancaq özünün müstəqilliyin, suverenliyin qoruyub saxlaya bildi. Bugün Ukrayna üçün əsas düşünürəm ki, məqsəd Ukrayna dövlətin müstəqilliyin qoruyub saxlamaq. Bir əlavə mümkünsə, Rasim bəy dedi, mən xatırladım. Əslində, Zelenski təhlükəsizlik təminatı məsələsində niyə daha çox dirənir? Çünki Budapeşt o qərarları o yanlışlığından nəticə çıxartmaq istəyir Ukrayna. Ki, ATƏT-in toplantısında nüvə silahları çıxarıldı. Amerika və digər Avropa dövlətləri Ukraynaya təhlükəsizlik təminatı verdi. Sonrası nə oldu? Rusiya, Putin bütün o anlaşmanı cırdatdı, zibil yeşiyinə. Müharibə də təkcə Putin atmadı axı. O anlaşma ilə digərlər də atdı. Bəli, ona görə üçün axı indi onlar təminat vermişdilər və o təminatın arxasıca Avropa ölkələri də, ABŞ da yardım etmirlər Ukrayna. Yəni gəlim sənin əvəzinə burada vuruşub. Ad nədir? Nüvə zərbəsi endirim Rusiyaya. Bunu kim gözləyir? Amma yəni Budapeşt sammitində o qərar imzalansa da mexanizmi yox idi. Yəni mən də o sözümü ona gətirim. Ukraynaya qarşı hücum olsaydı Rusiya tərəfindən Ukrayna necə müdafiə olunacaq? O mexanizm yox idi. Azəm, siz necə hesab edirsiniz? Ukrayna üçün təhlükəsizlik zəmanəti nə ola bilər? Yəni ideal bir təhlükəsizlik zəmanətindən danışmıram. Elə olsa Ukraynanın istədiyi kimi NATO üzvlüyü 5-ci maddə və s. Real hansına ki, bax bunu tətbiq eləmək real olacaq? Təbii ki, burada müxtəlif ssenarilər reallaşa bilər. Amma mən düşünürəm ki, burada çox vacib bir məqama toxundu mənim hörmətli həmkarlarım, hansı ki, bilavasitə Ukraynanın müstəqilliyini qoruyub, suverenliyini qoruyub saxlaması ilə
bağlı olan bir məsələdir. Yəni suverenliyini qoruyub saxlaya biləcək bugün Ukraynanın əlində və ya Ukrayna ilə münasibətdə onun müttəfiqlərinin verə biləcəyi hansı imkanlar var? Yəni o zəmanətdən başqa, indi biz deyirik Budapeşt sövdələşməsi və digər məsələ, bunu qoyaq bir qırağa. Görək Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı Ukrayna bu zəmanəti verə bilirmi? Ki, misal üçün, Rasim müəllim qeyd elədiyi kimi, Luganskla bağlı, Donetsk ilə bağlı, Laptaki Donetskin böyük bir hissəsinə bağlı. Zaporojyədə orada Azov dənizində çıxış və digər məsələlər, bunlar hamısı strateji məsələlər hesab olunur Ukrayna hökuməti üçün. Ukrayna təbii ki, istəməz bunların hamısını itirmiş olsun. Kurskda, indi orada Kurskda baş verən hadisələr də biz çox gözəl bilirik ki, tək o masada o alver üçün istifadə olunan bir alət deyildi. Burada diqqəti yayındırmaq, gücləri parçalama və digər məsələlər də var idi ki, qismən Ukrayna buna nail olmuşdu. Bugün nə baş verirsə, hərb meydanında baş verir. Əgər hərb meydanında Ukraynanın bir balaca bugün üstünlüyü bu və ya digər formada özünü büruzə verə bilərsə ki, hansı ki bu yenə də həmin o qərbdən gələn dəstək hesabına baş verə bilər. Onda situasiya tamamilə fərqli ola bilər. Amma biz bugün görürük ki, bu da baş vermir. Dəstək də dayanıbdır qismən ya və s. və burada təzyiqlər var, siyasi təzyiqlər var. İndi kommunikasiya öz yerində danışıqlar gedir və digər məsələlər çox ciddi şəkildə təhlükəsizlik zəmanətinə almaq istəyir Ukrayna. Amma mən düşünürəm ki, Ukraynanın bugün və Ukrayna prezidentinin və Ukrayna xalqının bir nömrəli məsələsi suverenliyini qoruyub saxlamaqdır. Ərazilərin itkiləri 10%, neçə orada 20%-də səhv eləmirəm. 18% deyil. Hə, hardasa 20%-ə qədər, yəni nəzarətin bugün Rusiya tərəfə keçməsindən söhbət gedir. Bizim ölkəmizin, ərazimizin də 5/1 hissəsi 30 ilə yaxın bir müddət ərzində Ermənistanın işğal siyasəti nəticəsində Ermənistan silahlı qüvvələrinin nəzarəti altında idi. Və mən düşünürəm ki, Ukrayna əslində Cənubi Qafqazda, Azərbaycanla Ermənistan münasibətlərində baş verən hadisələrdən bir dərs çıxartmalıdır və nəticə etibarilə biz demirik ki, bu təslimçilik bir sazişi ola bilər və ya təslimçilik bir jest ola bilər. Əsas məsələ bugün suverenliyi qoruyub saxlamaqdır. Yəni, Amerika Birləşmiş Ştatları əbəs yerə demir ki, hörmətli Zaur müəllim qeyd elədiyi kimi çıxışında ki, biz hərbi yardım dayandırsaq, siz bundan məhrum ola biləsiniz. Bu, elə belə təzyiq mexanizmi deyil. Yəni, həm də o proseslərin gedişatını göstərən bir haldır. Amma mən bir məsələni çox əminliklə deyə bilərəm ki, sizə bir çox məsələlər maya qədər öz həllini tapmalıdır ki, yəni bütün güclər Amerika Birləşmiş Ştatlarının prezident administrasiyası, Səudiyyə Ərəbistan, Türkiyə, Avropa İttifaqı, Kim Stramer, Rusiyanın prezidenti, bütün onlar fikri zikri bu yaxın 2-3 ayda yəni müəyyən dönüşə nail olmaqdır. Ola bilər müəyyən mənada dondurmaq məsələsi, ola bilər müvəqqəti atəşkəs, ola bilər Rasim müəllim qeyd elədi, o səngərdə 3 il ərzində olan əsgərlərə nəfəs almaq lazımdır. Mən düşünürüm ki, o format olunacaq məsələlər eyni zamanda bax mövcud vəziyyəti yenidən dəyərləndirməsi üçün mütləq atəşkəsə ehtiyac var. Zaur müəllim, mənə elə gəlir ki, Ukrayna üçün təhlükəsizlik zəmanəti nə yoxdur, nə də onu verəcək hər hansı bir dövlət və yaxud da qüvvə də yoxdur. Ukrayna təhlükəsizlik zəmanəti ala bilməyəcək. Xatırlayırsınızsa, Trumpla görüşdən sonra belə bir fikirlər səsləndirildi ki, bu iqtisadi saziş, yəni nadir metallarla bağlı olan sazişin özü bir növ təhlükəsizlik zəmanəti ola bilər. Yəni orada müxtəlif beynəlxalq şirkətlərin fəaliyyətə cəlb olunacaqsa, bu bir növ Ukraynanın özü üçün də təhlükəsizlik baxımından sabit bir mexanizm ola bilər. Mən bayaq kursla bağlı danışılanda ona bir qeyd etmək istəyirəm ki, kursla bağlı. Yadınızdadsa o vaxt Zaluzhn hələ səfir təyin olunmamışdan öncə Kursk əməliyyatı ilə bağlı bir fikir ayrılığı mövcud idi Zelenski ilə Zaluzhn arasında. Əslində bu əməliyyatları dəstəkləyən Zelenski idi, Zaluzhn bunun əleyhinə idi. Yəni Zaluzhnun fikri belə idi ki, bu qısa müddətli bir əməliyyat olacaq və bizim ordu orada mühasirəyə düşə bilər, təhlükəlidir. Amma Zaluzhn ona razılaşmadı və bəzi mətbuat orqanları da hətta ondan sonra Zaluzhnun bir növ səfir olaraq Birləşmiş Krallığa səfir olaraq göndərildiyini qeyd etdi. Artıq indi göstərir ki, zaman göstərir ki, həqiqətən də mühasirəyə düşməsi, Ukrayna ordusunun ağır vəziyyətdə qalması Zaluzhnun dediklərini təsdiqləyir və Zaluzhnun Böyük Britaniyada kralla görüşməsi, müəyyən qədər ona dəstək nümayiş etdirilməsi, bayaq seçkilərdən danışdıq. Seçkilər prosesində də Avropa ölkələrinin Zaluzhnə dəstək göstərilmə ehtimalını artırır, yox, ehtimalını üzə çıxardır. Digər bir məsələ isə təhlükəsizlik, atəşkəs. Əslində bu atəşkəs mexanizmi olacaqmı? Bu atəşkəsə nəzarət mexanizmi olacaqmı? Belə bir təcrübə var ki, hətta BMT-nin mavi dəbilqəliləri olan ərazilərdə də
mütəmadi olaraq atəşkəs rejiminin pozulmasının Uzunluğunda cəbhə xəttində atəşkəsin şahidi olduq və pozulması. ərazi cəbhə xətti çox böyükdür. Və mən düşünmürəm ki, bayaq Rasim müəllim çox düzgün qeyd etdi ki, dəfələrlə atəşkəs rejiminin pozulmasının şahidi olduq. Və mən hesab edirəm ki, hətta ABŞ-ın iştirakı ilə Ukrayna, Rusiya cəlb olunmaqla atəşkəslə bağlı razılıq əldə edilsə, bu sabit bir atəşkəs olacaq. Mütəmadi olaraq bu atəşkəs pozulmasını biz müşahidə edəcəyik və bu da ki, yekunda həmin o razılaşmanın pozulmasına gətirib çıxardacaq. Bəyan olunsa da ki, bu iqtisadi saziş Ukraynanın təhlükəsinə zəmanətdir. Mexanizm olmalıdır. Konkret olaraq buna nəzarət edən mexanizm olmalıdır. Və bu mexanizm necə olacaq? Ordu şəklindəmi? Avropa dövlətlərinin ordu yeritməsi şəklində olacaqmı? Razıdırlarmı? Avropa ölkələri buna etiraz edir. Bugün Fransada Makron əleyhinə nümayişlər baş qaldırıb ki, biz Ukraynada döyüşmək istəmirik. Bu yaxınlarda Britaniyada bir gənc bir piket keçirir özü və yerli sakinlər ona etiraz əlaməti olaraq bir video çəkiliş aparırlar ki, biz niyə sənin əvəzinə gəncsən sən ged özün döyüş. Biz sənin əvəzinə niyə Ukraynada döyüşməliyik? Artıq bu kimi etirazlar baş qaldırır və bu fonda Avropa ölkələrinin, Avropa dövlətləri öz hərbi qüvvələrini, yəni nəzarət mexanizmi olaraq, atəşkəsə nəzarət mexanizmi olaraq yerləşdirəcəkmi? Bu sual doğurur. Yəni yeganə hazırda biz təhlükəsizlik zəmanətindən danışırsa, hazırda ortalıqda yalnız həmin sazişdir. Başqa, yəni konkret olaraq hansısa bir dövlətin irəli çıxıb mən bu təhlükəsizlik zəmanəti verirəm və ya qrup dövlətlər qrup şəklində mən düşünmürəm. Mən düşünürəm ki, bəlkə də indi zaman göstərəcək yeganə təhlükəsizlik zəmanəti verə biləcək və bu işin öhdəsindən gələ biləcək dövlətlərdən biri Türkiyə ola bilər. Yəni Türkiyənin Ukrayna ilə münasibətləri və Rusiyanın Türkiyə özün getsin, bunların əvəzinə o da atsın. Yox, sadəcə o baxımdan demirəm ki, özünü irəli atsın və bunu dövlət olaraq, yəni faktiki olaraq bunun öhdəsindən gələ bilən. Amma hazırda Suriyada problemlərlə üzləşir. Xarici qüvvələrin təsiri ilə orada müşahidə etdiniz, nələr baş verdi. Yəni güc baxımından, NATO-nun əsas güclü dövlətlərindən biri olaraq ordu baxımından, Amerika ilə, Rusiya ilə, Ukrayna ilə münasibətlərin nöqteyi nəzərindən ehtimal etmək olar. Amma təbii ki, Rasim müəllim dediyi kimi Türkiyə özünün o datası deyil. Xanım, Avropa mövqeyinə gələk. Ümumiyyətlə bu müharibə başlayandan Avropa Ukraynaya dəstək verirdi. Çoxsaylı bəyanatlar, silah yardımı, maliyyə yardımı. İndi Avropadan bir pillə daha yuxarısı istənilir ki, Avropa onu vermək fikrində deyil. Hər halda son Brüssel sammitində Ukraynadan 10-15 dəqiqə danışdılar. Daha böyük müddəti isə Avropanın silahlandırılmasından və Avropanın gücünün artırılmasından danışdılar. Sizə elə gəlmirmi ki, elə bir vəziyyət yaranıb ki, Avropaya da lazımdır ki, Rusiya-Ukrayna qarşıdurması mümkün qədər çox davam etsin ki, Avropa dövlətləri vaxt tutub özlərinin hərbi sənayesini bərpa edib lazımi səviyyəyə çıxarsınlar ki, gələcəkdə Rusiyadan gələ biləcək təhlükələrin qarşısını alsınlar. Heç bunu gizlətmirlər də. Siz deyəni artıq gizlətmirlər. Açıqlamalar da verirlər ki, müharibə biraz uzansın, öz problemləri həll etsinlər. Bəli, mən razıyam. İki istiqamətdə iş gedir Avropa İttifaqının. Bir, Ukraynanın dəstəyi və müdafiə. Çünki Ukrayna məğlub olsa, ərazilər işğal olunsa, Avropa İttifaqı ölkələrini də təhlükə gözləyir. Finlandiya, Baltik ölkələr, digər ölkələr, Polşanın özü. İkinci istiqamət və ona daha çox, mən razıyam, daha çox önəm verməyə başlayıblar. Özlərinin təhlükəsiz imkanlarını artırmaq. Amma niyə indi ayılıblar? Orası biraz qəribədir. 11 il əvvəl Krım işğal olunub. O zaman İndi ayılıblar ona görə ki, Amerikanlar dedilər ki, biz daha həm də Amerika ümidlidirlər ki, Amerika təhlükəsiz çəmbəri altında, hər zaman Amerika bizim xilasımıza gələcək. Amma indi Trump deyir ki, mən sizin yükünüzü daşımaq istəmirəm. Özünüz gedin başınızın çarəsini qılın. Ona görə iki istiqamətdə iş getməlidir. Bəli, Ukrayna müharibə uzanması biraz daha sərf eləyər ki, 3-5 ilə bunlar hərbi sənaye kompleksi gücləndirsin. İndi bir rəqəm də səsləndiriblər, von der Leyen səsləndirib, Avropa komissarının rəhbəri 800 milyard avro civarında bir təhlükəsizlik konsepsiya formalaşır. Amma orada da ortaq bir fikir hələ yoxdur. Orada da Fransa ilə indi Almaniya Bəli, hərəsinin ağzından bir avaz gəlir. Məsələn, Macarıstanın fərqli mövqeyi var, Slovakiyanın fərqli, Fransa bir şey deyil. Yekdil bir qərara gələ bilmirlər. Ona görə təhlükəsizlik təminatı ki var, mən də razıyam. Yəni indiki şərtlər altında heç kim verə bilməz. Məsələn, Türkiyənin adını siz çəkdiniz. İnanmıram Türkiyə tək başına bu yükün altına girsin. Bəli, razıyam. Türkiyə indi NATO-nun ikinci ən böyük dövlət, Amerika kənara çəkilirsə, ən böyük ölkəsinə çevrilir. Amma Türkiyədə diqqətlə izləyir prosesləri. Görsün Avropa İttifaqı ölkələri nə edəcək. Bəli, Zelenskinin açıqlaması oldu Ankarada. Nə dedi? Dedi, əgər Ukraynaya təhlükəsizlik təminatı veriləcəksə, Türkiyə 3 dövlətdən biri olacaq. Amerika Birləşmiş Ştatlar, Avropa İttifaqı. Bu ikisi hərəkət etmədən, yəni Amerika
və Avropa İttifaqı hərəkət etmədən Türkiyə riskə getməyəcək. Türkiyə sülh istəyir, əmin-amanlıq istəyir, müharibənin sonlanmasını istəyir. Amma Türkiyənin Rusiya ilə də təmaslar var, ortaq layihələri var. Atom elektrik stansiyası inşa edir. Yayda nə qədər Rusiya, milyonlarla Rusiya turist gəlir, bu Türkiyənin büdcəsi üçün çox vacibdir. Yəni hər iki istiqamətdə də Türkiyə fəaldır, amma tək başına girişməyəcək bu məsələ. Amma həqiqətən Ukrayna üçün vəziyyət həqiqətən ağırdır. Mən də səbəb edirəm ki, atəşkəs sazişi yerinə yetirmədi. Necə ki, bizim nümunəmizdə tez-tez pozulurdu. Özdə məsələ Rusiya rəsmilər heç gizlətmirlər ki, bizim hələ Xarkovda, Odessada da gözümüz var, Xarkovda gözümüz var. Kim zəmanət verə bilər ki, atəşkəs sazişi imzalanacaq, o 4 administrativ bölgə ilə bunlar məhdudlaşacaqlar. Putin nə tələb edir? Deyir, Rasim bəy sadaladı o bölgələri ki, Donetskin bir cüzi hissəsi Ukraynanın nəzərdə, Lugansk tam olaraq separatçıların Rusiyanın nəzərdə, amma Xerson yarısı Ukraynanın nəzərdə. Putin və Rusiya rəsmilər o əraziləri də tələb edirlər. Deyir, əgər atəşkəs olacaqsa, sülh sazişi olacaq, o bölgələri Ukrayna bizə təhvil verməli. Ona görə Avropa İttifaqı olsun, Amerika olsun, indiki şərtlər altında təhlükəsizlik təminatı verə bilməyəcək. Ona görə Ukrayna, mən keçən verilişdə də dedim, öz gücünü arxalanmalı. Düzdür, mərmilərə ehtiyacı var, maliyyəyə ehtiyacı var. Necə ki, müharibənin birinci ilində hələ tək başına savaşırdı. Elə bir duruma yenə də gəlib düşə bilər Ukrayna. Mərmi, maliyyə alsa da, yəni tək başına savaşmalı. Heç kim Ukrayna ilə bərabər səviyyədə Rusiya ilə savaşmaq istəmir və savaşmayacaq. Fransa bu yaxınlarda öz ayrılan maliyyə vəsait hesabına, faizlər hesabına, Rusiyanın dondurulmuş vəsait hesabına 200 milyon dollara yaxın vəsait ayırdı. Nədir axı o 200 Hayır, milyon dollar? mən ola bilsin davam edəcək bu. Norveç 3 milyard avro ayırıb. Ən azı Rasim niyyətini bəyan edir. Özdə ən çox danışan Zarbər Makrondur. Və niyyətini bəyan edir. Ancaq əlin cibinə atmırlar. Ən az iş görən də Fransadır. Mən Böyük Britaniya, Polşa daha çox iş görür, amma çox açıqlama vermir. Və o von der Leyenlə bağlı qeyd etdiyiniz həmin o vəsaitin də digər üçüncü bir dövlətlərdən, Avropa İttifaqına kənar dövlətlərdən silah alınmasına da etiraz edən məhz Makrondur. Çünki əsas hərbi sənaye hazırda Almaniyadan daha güclüsü Fransadır. Düşünür ki, həmin vəsait də bilavasitə Fransa büdcəsinə daxil olacaq. Ona görə kənardan, o cümlədən Türkiyədən silah alınmasının tərəfdarı deyil. Nədir problem? Əgər bunlar deyirlər, 800 milyard dollar ayırıb təhlükəsizlik fondu yaratsan, hansısa sosial proqramları kəsməli olacaq? Yox. Uzun illərdir bu, ona da çox sosial böyük proqramlara toxunmurlar. Bunlar, yəni Avropa Birliyi çərçivəsində büdcə kəsirin limiti var. 3% keçməməlidir. Halbuki keçirlər. İtaliyada keçib, Fransada keçib. Ancaq o yəni məhdudiyyəti aradan götürməklə, yəni avroda, yəni pul kəsib ortalığa atacaqlar. Budur. Yəni sosial proqramlara bunun aidiyyəti olmayacaq. Bütün hallarda mənfi təsir edə Covid vaxtı götürüb 1 trilyon vermədilər. Nə oldu? Ona görə pisa küçələrdə. İndi hər bir halda belə bir, yəni təhlükəsizliyin ortalıqdadırsa, buna getmək imkanındadılar. Sadəcə olaraq oradadır. Fransa deyir ki, yox, təkcə Avropa Birliyi çərçivəsində olmalıdır. Türkiyə gəlsin, təhlükəsizlik tədbirlərdə iştirak eləsin, ancaq Türkiyənin hərbi sənayesinə oradan pul çatmamalıdır. Belə yanaşma ilə siz Türkiyəni heç zaman cəlb edə bilməzsiniz. Ayrı məsələlər də var. Yəni, bunlar hamısı ortada hələ razılaşdırılmayıb. Ancaq mənim düşüncəmə görə ortalıqda lap indi tutalım. Fərz edin ki, hansısa bir atəşkəsə nail oldular. Yəni Trumpın məqsədi odur ki, bax, mən atəşkəsi təmin etdim, vəd vermişdim, təmin etdim. Sonra lap pozulsa da, bunlar da mən vədimə əməl etdim, məcbur elədim. İndi özləri baxarlar. Yəni belə də bir yanaşma ola bilər. Rusiya isə mən istisna etmirəm ki, lap o atəşkəsə getdiyi halda vəziyyəti yenə də dişə vuracaq ki, onun məqsədi heç də o 4 ərazilər deyil. Ukrayna dövləti məhv etməkdir. Onun istəyi odur ki, orada seçkidə vəziyyət qarışsın, bir-birlərini ditsünlər, hansısa bir səhv addımlar olsun, ondan istifadə edərək yenə də irəliləmək. Və burada təhlükəsizlik təminatı onun üçün lazımdır ki, belə hadisələr baş verdiyi halda Ukrayna meydanda tək qalmasın. Bu, ancaq onlar işlənilə bilər. Demirlər ki, biz Fransa deyir 10 min göndərməyə hazıram, Britaniya deyir 10 min göndərməyə hazıram. 30 min, yəni hər bir halda bunlar hamısı işlənilməlidir ki, Rusiya əmin olmalıdır ki, irəlilənmək istədiyi halda, vəziyyətdən öz xeyrinə istifadə etmək istədiyi halda Ukrayna meydanda tək qalmayacaq. Bu vacibdir. O biri tərəfdən isə bəli, lap indi atəşkəs qutardı. Ukraynaya maliyyə yardımı olmadığı halda
dövlət kimi qala bilməyəcək. Bunu da gərək kimsə boynuna çəkməlidir və söhbət ondan gedir ki, azı 50-60 milyard avro bilavasitə büdcəyə onlar tərəfindən gərək maliyyə gəlib çatmalıdır. Hələlik biz eşitməmişik ki, kimsə bunu boynuna çəksin. ABŞ deyir ki, mən bir qəpik də xərcləyən deyiləm. 350 milyard verir. Yəni halbuki ortalıqda deyirik 350 milyard verib onu heç kəs hesablayıb ortalığa təsdiq etmək üçün real olaraq Rasim müəllim, bax bu dediyiniz məsələlər fonunda real olaraq sülh ilk əvvəl Ukraynaya lazımdır. Yəni bax bu indiki şəraitdə atəşkəsin, sülh sazişi imzalanması Rusiyanın heç maraqlarına, geostratejik maraqlarına cavab vermir. Ancaq burada o da tam belə deyək, istədiyi kimi hər şey edə bilmir. Təbii, hə. Yəni burada vacibdir ki, lap xeyli insanları ordudan, yəni azad etdiyi halda Ukrayna cəbhə xəttində kifayət qədər güc saxlamalıdır ki, yəni təzyiqlərin qarşısını almaq üçün. Hər bir halda düşünürəm ki, indi hələlik ora ayrıcı qüvvələr gəlməsə belə müşahidə missiyası gəlməlidir və indi 1000 kilometrlik cəbhə xəttində o da xeyli yəni qüvvə tələb edir. Amma arada bir gəldi, Rasim müəllim, arada bir müşahidə missiyası gəldi, bir qısa bir müddətli bir monitorinq keçdi, sonra Donetskdə idi, ancaq bu uzun müddətli lazım olacaqdı. Aslında biz Ukrayna problemlərindən çox danışırıq, amma ola bilər keçən dəfə də biz bu haqda danışdıq. Rusiyanın da gələcəkdə ciddi problemlər yaşana bilər. Çünki məsələn hərbi sənaye kompleksinə kifayət qədər maliyyə ayrılırlar. Yaxşı, bu müharibə qutarandan sonra yenidən o istiqaməti iqtisadiyyata necə yönələcək? Bu bir Avropanın ən çox qorxduğu məhz odur da. Ki həmin o geri hərbi reysə keçirmiş iqtisadiyyatı hərbi reysdə saxlayıb asta-asta Avropada qədər gedəcək. Kim zəmanət verər ki, ikinci Prigojin kimi birisi peyda olmayacaq Rusiya. Yəni Rusiyanın özündə də mərkəzdən qaçma meylləri güclənə bilər. Orada indi mərkəz qaçma olmasa belə, orada indi insanlara çox böyük maaş verilir o cəbhə xəttində vuruşanlara. Müharibə dayanandan sonra o pulları verməyəcəklər, onları evə buraxacaqlar. Bunlar indi o boyda maaş alan adamlar, adam öldürməyə öyrəşmiş, qana öyrəşmiş adam qayıdıb nə edəcəklər? Soyğunçuluqla məşğul olacaqlar. Artıq faktlar var. Neçə Rusiya şəhərlərində cinayətlər törədiblər. Azərbaycan, biz Türkiyə mövzusuna toxunduq və Türkiyənin Avropanın gələcək təhlükəsizlik arxitekturasında yeri məsələsi çox tartışılır. Ona görə ki, artıq bəzi təhlilçilər hesab edir ki, Trump NATO-nu indiki formatda saxlamaq istəməyəcək. Trump deyəcək ki, Avropa, sənin üzərində mənim nüvə çətrim var, nüvə təhlükəsizlik çətrim var. Qalan məsələlər sənin özün həll etməlisən. Və bu anda ortaya çıxacaq Türkiyə. Bu hansı imkanlar açır? Bax, əgər hadisələr bu istiqamətdə hərəkət edərsə, ümumiyyətlə Türkiyə Avropada rolunu artırmaq istəyəcəkmi? İstəyəcəkmi deyəndə, yəni burada artıq rolun artdığını bir şahid oluruq. Və mən sizə bir məsələni tam əminliklə deyim ki, Türkiyə əslində Avropanın ən azından enerji təhlükəsizliyi kontekstində, yəni kifayət qədər açar bir dövlət rolunu oynadığını biz görürük. Yəni real olaraq. Təbii ki, iqtisadi dövriyyə və digər məsələlər Avropa İttifaqı Türkiyə münasibətlərini nəzər saldıqda bu da kifayət qədər çoxdur. Və bir məsələni də yaddan çıxartmayaq. Bəzi hallarda Avropa İttifaqı üçün və ya Avropa mərkəzi və Qərbi Avropa ölkələri üçün Ukrayna bufer zona funksiyasını yerinə yetirir, şərqdən gələn təhlükə nöqteyi nəzərindən. Türkiyədə yeri gəlmişkən yaxın şərqdən deməli Avropa İttifaqına doğru gedəcək miqrant axını və digər məsələlərdə də bufer zona funksiyasını yerinə yetirən dövlət yadımızdan çıxartmayaq. Türkiyə 5 milyon miqrantı qəbul eləmişdi. O 5 milyon miqrant, yəni qaçqın ordusu Avropa İttifaqına üst tutmuş olsaydı, bəlkə də ola bilsin ki, biz kollapsı görəcəkdik. Yəni ən azından humanitar böhran var idi bəzi ölkələrdə. Amma bu 5 milyon oraya üst tutmuş olsaydı 2015-2016-cı illərdə. Və Türkiyə bunun da öhdəsindən gəldi və Avropa İttifaqı bunu görür. Şübhəsiz ki, NATO-da, yəni Avropanın miqyasında NATO-nun ikinci əgər dövlətidirsə, Avropada birinci dövlətdir. Yəni hərbi gücünə görə 1 milyonluq orduya malik olan bir dövlətdən söhbət gedir. İndi gələcəkdə siz dediyiniz o konfigurasiyada, xüsusilə də Avropa İttifaqının üzvü olmaya Türkiyə bu prosesdə necə Avropa İttifaqının üzvü olan dövlətlərin təhlükəsizliyin təmin olunmasını iştirak edə bilər. Rasim müəllim dediyi məsələ bax budur. Yəni Avropa İttifaqının üzvü eləmirsən, amma deyirsən ki, gəl çətiri tut, filan məsələlərdə bizə dəstək ol və s. və ilə. Yox, sinəvi qabağa ver. Nə üçün? Və sinəni qabağa ver. Mən düşünürəm ki, burada artıq o mövqeylərin yenidən nəzərdən keçirilməsi baş verəcəkdir və əminəm, %100 əminəm ki, Donald Trump dönəmində ən azından
Avropa İttifaqı üçün o ABŞ-dan gələn o nüvə çətiri öz yerində o qüvvədə qalır, amma digər kontekstdə olan dəstək ki, məsələlərdə məhdudiyyətlər tətbiq olunmağa başlayacaq və artıqdır ki, tətbiq olunmaqdadır. Ursula von der Leyenin dilə gətirdiyi rəqəm elə belə rəqəm deyil. Bu hadisələr fonunda artıq yeni bir təhlükəsizlik sisteminin qurulmasına çox ciddi ehtiyac var və bu təhlükəsizlik sistemi qurulan zaman məhz Türkiyə faktoruna və Türkiyənin bu prosesdə iştirakına maksimum istifadə edəcəklər. Yaddan çıxartmayaq, Türkiyə, Böyük Britaniya strateji müttəfiqlik məsələləri də var və Avropa İttifaqı bunu çox gözəl dəyərləndirir. Ola bilər ki, burada triada qurula bilər ki, Böyük Britaniya, Avropa İttifaqı, Türkiyə, yəni bax bunun üzərindən. Amma ən azından biz bilirik ki, Türkiyənin rolu getdikcə artmaqdadır və bu rol artıq indi əgər dilə gətirilirsə, hətta Fransada belə dilə gətirilirsə və Fransanın prezidentinin yaxını olan nəşrlərdə bu məsələ xüsusilə vurğulanırsa, amma faktiki olaraq Türkiyə yaxın bir 5-10 illiyə nəzər saldıqda biz görürük ki, kifayət qədər bu rolun öhdəsinə layiqincə gəlibdir. İndi bunu artıq yeni müstəvidə və yeni statusda və yeni imkanlarla və geosiyasi vəziyyəti, xüsusilə də yaxın şərqdə yaranmış geosiyasi vəziyyəti dəyərləndirərək yeni kontekstdə baş verəcəyini məndə bir qram şübhə yoxdur. Zaman siz necə hesab edirsiniz? 20 ildən artıq bir müddət idi ki, Türkiyə Avropa İttifaqının qapısını döyürdü. Avropa İttifaqında evdə heç kim yoxdur deyib qapını açmırdılar. İndi üzr istəyirəm, Osman, daha döymür. Döyürdü vaxtında. Hə, döyürdü. İndi elə bir şərait yarada bilərmi ki, Avropa İttifaqı özü qapını açsın və desin ki, hardasan ay qonşu, bəs çoxdan biz səni gözləyirik, gəlib çıxmırdın heç cür. Son illərin təcrübəsi göstərir ki, Avropa İttifaqı, Avropa liderləri öz vədlərini əməl etmirlər. Bayaq qeyd etdiniz siz, Azər müəllim, miqrasiya məsələləri ilə bağlı. Suriyadan gələn miqrantların qarşısını almağın müqabilində Avropa İttifaqı Türkiyəyə maliyyə yardımı vəd etmişdir. 6 Verirdi, milyard, təkcə vəd 6 etmirdi. milyard ondan Müəyyən- onun yarısını müəyyən- verdilər bir təhərə. Müəyyən hissəsini ala bilmədi. Son Bəli, ana 3 qədər milyardını aldı, sonrasını ala müəyyən bilmədi. miqdarını ala bilmədi. Yəni əsas məsələ Avropa İttifaqının, Avropa dövlətləri liderlərinin öz vədlərinə əməl etmələridir. Yəni Avropa İttifaqı daxilində Türkiyə ilə bağlı fikir ayrılıqları mövcuddur. Bayaq qeyd etdik, hərbi sənaye kompleksi ilə bağlı Fransanın məhz Avropa İttifaqı dövlətlərinin iştirakı ilə həmin vəsaitin von der Leyenin bəyan etdiyi vəsaitin xərclənməsini bəyan etdi. Türkiyəni kənarda qoyur. Və indiki halda həmin o fikir ayrılıqları imkan verəcəkmi ki, Avropanın təhlükəsizlik arxitekturasında Türkiyə rol oynasın? Bəli, müəllim düz deyir ki, qeyd etdi ki, Britaniya, Türkiyə strateji tərəfdaşlığını nəzərə almaq lazımdır. Amma bugünkü gün Avropa İttifaqı ilə Britaniya arasında da fikir ayrılıqları mövcuddur. Yəni ona əsas götürərək hesab edirəm ki, ilk növbədə Avropa İttifaqı daxilindəki o fikir ayrılıqları aradan qaldırılmalıdır. Təhlükəsizlik, bəli, Avropanın təhlükəsizliyi üçün təhdid yaranıb, ABŞ kənara çəkilib, amma yenə də Fransanın öz maraqları var. Makron hakimiyyətinin öz maraqları var. O geri çəkiləcəkmi? O halda düşünürəm ki, Türkiyə Avropa İttifaqının qapılarından Avropa İttifaqına daxil ola bilər. Türkiyə prezidenti də bu barədə bəyan etdi ki, artıq vaxtı yetişib Türkiyə Avropa İttifaqına qəbul edilməlidir. O yenə konsensus olmalıdır Avropa İttifaqı çərçivəsində ki, icazə veriləcəkmi, imkan veriləcəkmi Türkiyəyə yox. Əsas məsələ odur. Zaur müəllimin sözünə qüvvət, konsensus var. Avropa İttifaqının müdafiə potensialının artırılması mövzusunda. Amma indi bunu necə reallaşdırırlar? Bax bunun üstündə Onlar söz şəklində bəyan edirlər, amma faktiki olaraq işə keçdikdə bu əməl olunacaq. Həyata keçirmə strategiyası ilə bağlı ciddi suallar var. Çox güman ki, bu Avropa İttifaqına yeni liderinin kim olacağından asılı olacaq. Əgər Emmanuel Macronun Fransası lider olacaqsa, Yox, ona nail olmaq mümkün deyil. mümkün deyil. Amma Almaniya olsa, O da hələ bəlkə gözləmək də lazımdır. Xanım, Türkiyənin rolundan danışdıq və Türkiyənin Avropa İttifaqının təhlükəsinə verə biləcəyi töhfədən danışdıq. Amma Türkiyənin özünün də öz sərhədlərində vəziyyət bir o qədər yaxşı deyil. Yəni mən Suriyadan danışmaq istəyirəm. Ona görə ki, Bəşər Əsədin devrilməsindən sonra bu Hizbut Təhrir əl-Şam qruplaşmasının hakimiyyətə gəlməsi, Colaninin əl-şarəyə çevrilib sivil kostyumda meydana çıxması ilə dünyada belə bir rəy yaranmışdı ki, bitdi. Suriyada qeyri-stabillik dövrü bitdi. Amma indi faktiki olaraq Suriyada görün nələr baş verir və sanki xarici aktorlar var qüvvəsindən Suriyanı parçalamaq istəyirlər. Bu isə Türkiyə maraqlarına uyğun deyil. Bu bir növ mənə 2000-ci illərin İraqını xatırladır. Səddam Hüseynin nüvə silahı var deyə Amerika hücuma keçdi. Həmin Böyük Britaniya ilə bir yerdə. Onu yıxdılar, devirdilər. O zaman da düşünürdülər ki, əsas problem həll olundu. İndi sabit İraq olacaq, inkişaf edəcək. Nə baş verdi? Vətəndaş qarşı durmaz. Az qala 3 yerə bölündü. Şimalda Kürdlər,
mərkəzdə sünnilər, aşağı hissədə şiələr, üstəlik IŞİD də məhz ondan sonraki dövrdə yaradı və işsiz qalan Saddam Hüseynin bəzi zabitləri getdi, IŞİDin yaradılmasında xüsusi rol oynadılar. İndiyənə qədər bu problem də hələ tam həll olunur. Suriyada da məncə bənzər hadisələrin biz çox təəssüf ki, şahidi oluruq. Bəli, hakimiyyət dəyişir, müəyyən eyfariya oldu. Türkiyənin dəstəklədiyi yarı açıq, yarı gizli dəstək qruplaşma hakimiyyətə gəldi. Türkiyədə sabitlik istəyir, həmin o keçici hökumət də sabitdir. Amma baxanda relyefə görsən, İraqdakı relyefə də biraz bənzər. Yenə də şimalda Kürdlər tabe olmaq istəmirlər mərkəzi keçici hökumətə. Aşağıda İsrailin dəstəyi verdiyi Druzlar və dəniz sahilində Ələvilər fəallaşır. Burada yenə də xarici mərkəzlərin rolu var. Niyə rolu var? Çünki onlar istəmirlər ki, Türkiyənin bölgədə yeri var, rolu artsın. PKK problemini həll etməyə yaxındır artıq Türkiyə. PKK lideri terrorçunun məktubu var. PKK təşkil olunsun. Bu anda qəfil dəniz sahilində bu hadisə baş verir. Çünki müxtəlif qüvvələr, müxtəlif mərkəzlər istəmirlər Suriyada sabitliyi olsun. Hələ öz parçasını qoparması, Türkiyədə problem yaratmağa çalışır. Və çox maraqlıdır ki, bu hadisələrdən 2 gün əvvəl İran Ali Dini Liderinin xarici siyasət məsələləri üzrə müşaviri, keçmiş Xarici İşlər Naziri vilayəti açıq dedi ki, Suriyada hələ hər şey tam həll olunur. Bu açıqlamadan 2 gün sonra həmin o hissədə hadisələr baş verir. Amma indi başqa xəbərlər də gəlir, təəssüf edir ki, mülki insanlar arasında da ölənlər var. Burada diqqətli olmalıdır. Həm Suriya keçici hökuməti. Çünki belə bir hallar təkrarlanarsa, mülki insanlar ölüm alır, o eyfariyadan heç nə qalmayacaq. Onların mövqeləri də zəiflər. Türkiyədə bu məncə zərbədir. Türkiyə bəli, Suriyada sabitlik istəyir, Suriyanın ərazi bütövlüyünü də dəstəkləyir. Amma əgər xarici mərkəzlər, necə ki, vaxtilə hamısı PKK-nı dəstəkləyirdi, dövlətdən mütləq əksəriyyət. İndi də Türkiyəni orada tələyə salmağa çalışır. Amma Türkiyə güclü dövlətdir və artıq bugün səhv eləmirəm, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğan yanında Təhlükəsizlik Şurasında toplandı, diqqətlə hadisələr izləyir. Türkiyədə bu hadisələrin baş verəcəyini məncə proqnozlaşdırdı. Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Əl Cəzirə kanalında İrana qarşı o söylədilər, mən təsadüfi hesab etmirəm ki, əgər evin güzgüdəndirsə, başqasına daş atma. Yəni hiss eləyirdi ki, Türkiyədə bu hadisənin baş verəcəyini proqnoz. Ona görə mən hesab edirəm ki, indi əsas vəzifə Suriya keçici hökumətin sabitliyi bərpa etməlidir və onun üçün də çox çətindir. Çünki ordu yaratmalıdır və bütün bu silahlı qrupları təşkil etməlidir. Bu da çox çətin vəzifədir. Rasim müəllim, sizin fikriniz, Suriyada nə baş verir? Yəni biz müxtəlif müraciətlər görürük. Ələvilər artıq İsrailə müraciət ediblər ki, bizi qoruyun. Bundan əvvəl belə müraciətlərin Suriyada yaşayan Druz icması tərəfindən edildiyini görmüşdük. PKK silahı yerə qoymaqdan imtina eləyir və hansısa formada həmin əlavələrə dəstək göstərir. Yəni, sizə elə gəlmirmi ki, bu bütün oyunçular qarışıb, axırda Suriyada vahid dövlətin olmasının qarşısını ala biləcəklər? Problemlər olacaq, qaçılmazdır. Ancaq onu da demək istəyirəm ki, indiki hökumət demək olar ki, Suriyanın 50% ərazisinə tam nəzarət həyata keçirə bilmir. Ancaq əhalisini götürsək, axı əhali bütün ərazidə paylaşmayıb. Demək olar ki, 80% yaşayan əhaliyə nəzarət edir indiki hökumət. O da çətinliklər var ki, indi orada silahlı qüvvələrin bir qismi Türkiyədə hazırlanan, nizam-intizama əməl edən qüvvələrdir. Ancaq bir çoxları indi sadəcə olaraq hökumətin biz qüvvəsi, ancaq necə nizam-intizam yox idi. Keçmiş radikal dini qruplaşmaların bəli, qruplaşma, əllərində silah və gəl indi onlara deyilən ki, bəli, girib kəndə, cəmaata zülm etmək olmaz. Nə olar ki, indi bu əlavələrdir. Vaxtilə sizə atəş atırdılar. Gəlib indi onların mülki əhalisinə qarşı zülm etmək olmaz. Yəni söz gəlib çatmır. Bu xeyli çətin bir proses olacaq və təbii mən inanmaq istəyərdim ki, Türkiyənin təsirləri müsbət olacaq. Ancaq orada ciddi maliyyə problemi var. O bərpa işlərə başlamayıblar. Ancaq orada bir az-çox sabitlik təmin olunmalıdır ki, bəli, Avropa Birliyinin gərək maliyyə yardımları olmalıdır və Avropa bundan boyun qaçırdığı halda Türkiyədən Avropa məsələlərində dəstəyi gərək gözləməməlidir. Bu da olmalıdır indi varlı ərəb ölkələrlə yanaşı. Sonra indi ordunun Türkiyə modeli ilə, idarə etməni Türkiyə modeli ilə orada qurmaq və fəaliyyətin İdlibdə o baş tutmuşdu və özünün kifayət qədər effektiv göstərmişdi. İndi onu bütün Suriya ərazisinə yaymaq çətin bir məsələdir. Bunlar hamısı olmalıdır
və düşünürəm ki, indi hər halda Türkiyə üçün əsas məsələ budur. Necə ki, Rusiya üçün Ukraynadır, Suriya Türkiyə üçün eyni bir məsələdir və onun üçün təhlükəsizlik baxımından da vacibdir. O ki, qaldı Türkiyənin Avropa məsələlərində. Bunlar götürüb deyəcəklər ki, Ukraynada bərpa işləri üçün pul ayırırıq, ancaq təkcə Avropa Birliyinə daxil olan dövlətlər və şirkətlərin iştirakı ilə. Belə bir tələb olduğu halda anlamalıdırlar ki, Türkiyədən dəstəyi görməyəcəklər. Yəni, sən gəl təhlükəsizlik məsələlərdə qabağa və üzvü verginə, ancaq pul paylananda hərbi sənaye ilə bağlı, Ukraynanın bərpası ilə bağlı, yox, burada yoxsun. Düşünmürəm ki, Türkiyə belə bir yanaşmanı qəbul etsin. Azərbaycan sizin fikriniz Suriyada baş verənlərin arxasında hansı qüvvələr dayanır? Ona görə ki, Türkiyə dəfələrlə bəyan edib ki, bizə güclü, stabil Suriya lazımdır. Nəticə etibarilə sanki müəyyən dövlətlər və müəyyən qüvvələr bu planın qarşısını almağa çalışırlar. Tamamilə razıyam sizinlə. Məsələ bundadır ki, baş verən hadisələr, xüsusilə də son hadisələr biz nəzər saldıqda görürük ki, burada iki məqam xüsusilə özünü büruzə verir. Təbii ki, Suriyada Türkiyə meyilli bir hökumətin formalaşması və Suriya dövlətinin Türkiyə meyilli bir dövlət kimi müəyyən mənada sabitliyə nail olması və bunun üzərindən sonraki mərhələdə dövlət quruculuğu və digər məsələlərdə uğur qazanması təbii ki, Türkiyə əleyhinə olan qüvvələrin elə Avropa İttifaqında da və digər dünyanın digər qütblərində də Türkiyə əleyhinə olan qüvvələrin kifayət qədər maraqlarına cavab vermir və onlar bugün çalışırlar bir belə müxtəlif üsullarla və müdaxilələrlə həmin o mövqeləri zəiflətsinlər ki, ən azından Suriya dediyimiz dövlətdə Türkiyə meyilli hökumət və bunun da əsasında qurulacaq siyasi sabitlik, siyasi inkişaf və digər məsələlər olmasın. Amma bu belə deyək, biraz uzaq perspektivə hesablanmış bir niyyətdir. Amma lokal şəkildə mən başqa bir məsələni də hiss eləyirəm ki, biz bir qədər əvvəl ki sizin o suallarınız var idi, Avropa İttifaqı Türkiyə münasibətləri nöqteyi nəzərdən və Türkiyənin bölgədə artan nüfuzu, rolu və bir çox proseslərdə, o cümlədən də sülhün bərqərar olması, Rusiya-Ukrayna münasibətlərdə burada Türkiyə kifayət qədər fəallıq göstərməyə çalışır və nəticə etibarilə müəyyən uğurlara da nail olur. Elxan müəllimin dediyi Səudiyyə Ərəbistandakı Rusiya görüşündən unison, məsəl üçün Türkiyədə keçirilən görüş o bir vahid bir proqramın, yəni bir medalın iki yüzü idi. Yəni bu məsələnin bir tərəfi. Ona görə də mən düşünürəm ki, lokal şəkildə bugün Türkiyənin diqqətini deməli Avropadan çəkməyə çalışır müəyyən qüvvələr və daha çox onun başını yaxın şərqlə qatmağa cəhd edir və mənim yadımdan da bir məsələni çıxartmayaq ki, o yadıma düşür ki, bu yaxınlarda deməli bir neçə senatorlar müraciət elədi, deməli Donald Trumpa ki, orada deməli prezident administrasiyasında o bilirsiniz ki, o müəyyən bürolar var. Var məsəl üçün Avropa və Asiya bürosu, bir də var Yaxın Şərq bürosu. Avropa bürosuna aid olan Türkiyənin oradan çıxarılması cəfəngətdir, razıyam. Amma bu xarici siyasət kursunda ən azından Yaxın Şərqdə gedən proseslərdə Türkiyənin hər hansı bir formada başını qatmağa hesablanmış bir məsələlərdir və bunun üzərindən də xarici siyasət kursu qurulur. Yəni cəfəngət də olsa, amma bu cəhdlər var. Zaten son bir dəqiqəmiz qalıb, ona görə sizin fikrinizi almaq istəyirəm. Necə hesab edirsiniz? Doğrudan mı hansısa qüvvələr Türkiyəni Avropada baş verən proseslərdən uzaqlaşdırıb, onu daha çox Suriyaya yaxın şərqə cəlb edib, orada onun əl-qolunu bağlamaq istəyirlər? Mən də tam razıyam ki, Suriyada baş verən son proseslərdə xarici qüvvələrin də rolu olub və bir növ bunu Türkiyənin digər bölgələrdən fikrini yayındırmaq məqsədi daşıyır və bütün bunlar onu deməyə əsas verir ki, istər Avropa İttifaqı olsun, istər digər əsas oyunçular, dünya miqyası əsas oyunçular Türkiyəni bir güc kimi qəbul edirlər və bir növ bir cəbhədə Türkiyəyə qarşı birləşiblər. Mən belə hesab edirəm. Hörmətli qonaqlar, proqramımıza ayrılan vaxt başa çatdı. Studiyamıza gəldiyinizə görə sizə təşəkkür edirəm. Əziz tamaşaçılar, biz bugün diqqət mərkəzində Rusiya-Ukrayna arasında gedən prosesləri, Birləşmiş Ştatların bu istiqamətə göstərdiyi vasitəçilik missiyasından danışdıq. Eləcə də bizim strateji müttəfiqimiz Türkiyənin bu prosesdə rolundan, Türkiyənin Avropa təhlükəsizlik sistemində tuta biləcəyi roldan danışdıq və həmçinin yaxın şərqdə baş verən proseslərə toxunduq. Bizə baxdığınıza görə təşəkkür edirəm. Gecəniz xeyir qalsın.